Kişi sözü yoxsa yol əhvalatı? Yol əhvalatı. Yol əhvalatı yoxsa qorxma mən səninləyəm? Yol əhvalatı. Yol əhvalatı yoxsa park? Yol əhvalatı yaxşıdır, amma park da yaxşıdır. Ona görə park. Park yoxsa əzablı yollar? Əzablı yollar maraqlı filmdir, maraqlı nağıl filmdir. Ona görə diqqətə layiqdir, amma park. Park yoxsa Gümüşgöl əfsanəsi? Park. Park yoxsa babamızın babasının babası? Babamızın babasının babası. Babamızın babasının babası yoxsa Bağlı qapı? Bağlı qapı Rasim Ocaqovun bəlkə də ən az tanınan filmidir, amma çox yaxşı filmdir. Bağlı qapı. Bağlı qapı yoxsa Qanlı zəmi? Yaxşı olsun, Qanlı zəmi. Qanlı zəmi yoxsa Qızıl uçurum? Qanlı zəmi. Qanlı zəmi yoxsa beyin oğurlanması? Bəyin oğurlanması. Beyin oğurlanması yoxsa işarəni dənizdən gözləyin? Bəyin oğurlanması. Beyin oğurlanması yoxsa qəm pəncərəsi? Bəyin oğurlanması. Cəlil Məmmədquluzadə üzrlü saysın, amma Beyin oğurlanması yoxsa Lətifə? Lətifə filmi çox az insan tanıyır. Mən istəyirəm bu kimi filmlər məsələn tanınsın. Lətifə. Lətifə yoxsa Özgə ömür? Bu da yaxşı filmdir, amma Lətifə. Lətifə yoxsa evlənmək istəyirəm? Lətifə. Lətifə yoxsa şeytan göz qabağında? Şeytan göz qabağında maraqlı detektiv və jurnalistika ilə filan maraqlı filmdir, amma Lətifə. Lətifə yoxsa yaramaz? Yaramaz. Yaramaz yoxsa doğma sahillər? Doğma sahillər maraqlıdır o dövr üçün, xüsusilə İran-Azərbaycan münasibətləri və sair göstərməyə baxımdan, amma yaramaz. Yaramaz yoxsa əlaqə? Əlaqə çox az tanınan elmi fantastika filmdir. Əslində elmi mistikadır, belə qəribə bir janrda çəkiblər. Amma yaramaz. Yaramaz daha yaxşıdır. Yaramaz yoxsa ölsən bağışla? Məncə elə 80-lərin ən yaxşı filmi bunlardır. Burada cavabım ölsən bağışda olur. Bu siyahıda bilmədiyimiz filmlər çoxdur. Bunlar haqqında nə demək istəyirsən? Bu filmlər hamısı dəyərli filmlərdir, izləməyə dəyər. Bilmədiyimiz filmləri də məncə izləyin mütləq. Çünki bunların hər biri maraqlı filmlərdir. Xüsusilə 85-dən, Perestroykadan sonra çəkilən bəzi filmlər var ki, məsələn Lətifə kimi, Şeytan göz qabağında kimi, sonra Əlaqə kimi filmlər var ki, onlar çox da bilinmir, amma çox yaxşı filmlərdir. Tövsiyə edirəm ki, izləyin.